aleyhissalam əgər hədisində buyurmasaydı ki, biz bilməzdik ki, Leylətül Qadr bunun təvili Fatimə Zəhradır. Təfsiri Qədr gecəsidir. Amma təvili isə Fatimə Zəhradır. Biz bunu haradan görürük? Görürük İmam Sadiq əleyhissalam. Allah Taala o elmi onlara verib ki, elmi Allahdan başqa heç kim bilməz, Peyğəmbər bilər və Peyğəmbərin tək əhli beydir. Ümumiyyətlə, Quranın təvili, təfsiri barəsində geniş mövzudur, amma qısaca onu deyə bilərik ki, Quranın təvili varlıqdakı olan mövcudlardadır. Yəni, Quranın təvili canlı şəkildir. Məsələn, Əmir əl-Müminin əleyhissalama deyirlər ki, Natiq-i Quran. Natiq-i Quran, bu təvil-i Quranı. Yəni, əleyhissalam Qurandır, amma Natiq-i Qurandır. Nə o mənada ki, bir adam məsəl üçün Quranı əzbərdən bilir, Quranı məsəl üçün tilavət edir, Quranı qiraat edir. O mənada deyil. Yəni, əleyhissalam canlı Qurandır. Canlı Qurandır. Ona görə ona deyir ki, Natiq-i Quran. Yaxud da məsəl üçün Ən-Nəzr buyururlar ki, o Peyğəmbərə aiddir. Yəni, bunlar hamısı nədir? Quranın təvilidir. Quranın canlı şəkilləridir. Ona görə Əmir əl-Müminin əleyhissalam Quranın təvilinə görə müharibə edirdi. Daha doğrusu onun qarşı müharibə olunurdu. Muaviyə əleyhissalamın Natiq-i Quranlığını qəbul etmirdi. Muaviyə onu qəbul edəmirdi, əleyhissalam Natiq-i Quranlıdır. Zahiri Quranı qəbul edirdi. Hətta müharibələrdə, Sifir müharibəsində Quranın vərəqlərini nizələrə takmışdı. Yəni, Muaviyə Quranın zahiri, Quranın kağızda yazılışına ona qəbul edirdi, zahirdə hörmət edirdi. Amma Quranın həqiqəti olan Əmir əl-Mümini qəbul edilmirdi. Və Quran ki, həqiqət əleyhissalamda canlanırdı, ona görə onu müharibə edirdi. Necə Peyğəmbər Quranın tənzilə görə, nazil olmasına görə Peyğəmbərlə müharibə edirdilər. Əmir əl-Mümininə də Quranın təvili olduğu üçün müharibə edirlər. Yəni, onlar canlı Quran idi. Necə Peyğəmbərin həyat yoldaşını soruşdular ki, Peyğəmbəri necə vəsf edərlərsə. Bir Peyğəmbərin yerişi, Peyğəmbərin danışığı canlı Qurandır. Əhl-i Beyt də olacaqdır. Əhl-i Beyt olacaqdır. Ona görə İmam Sadiq əleyhissalam ki, buyurur, Fatimə Zəhra Qədr gecəsidir. Qədr gecəsi necə sirridir? Biz ehtimalla gəlir, məsəl üçün, bu 3 gecə Əhl-i Beytin göstərişi ilə ki, bu 3 gecədən biri Qədr gecəsi olduğu üçün gəlir bir məsciddə əhyə salınır. Fatimə Zəhra da onun da şəxsiyyəti belə gizlindir, onun həqiqəti gizlindir. Necə Qədr gecəsini dərk eləmək üçün insan görə əhyə saxlamalıdır, oyaq qalmalıdır. Eləcə də insan istəsə ki, Fatiməni dərk eləsin, gərək ölənə qədər qəlbi gərək dili olmalıdır. O qəlbdə ki, nifaq varsa, o qəlbdə ki, zülmət varsa, o qəlbdə ki, kim varsa, o sözsüz ki, Fatimə Zəhranı dərk elə bilməz. O ölü qəlbdir. Ona görə necə biz əhyə saxlıq ki, qəlbi gecəsini dərk edək, gərək ölənə qədər qəlbimizdə həmişə dili ola ki, biz Fatimə Zəhranı dərk edək. Ona görə kim Qədr gecəsini tanısa, Fatimə Zəhranı tanımışdır, dərk eləmişdir. Bunlar hamısı nədir? Bunlar hamısı Quranın büyük təvilidir. Əhl-i Beyt elə bir məqamdır. Amma mövzumuz ki, bugün istəyirdim ki, Fatimə Zəhra sallallahu şəhadətidir. Şəhadətinin bəzi tarixi tərəfini istəyirdim. Qısaca da olsa, o barədə danışaq. Çünki
təfsir olsun ki, bəzi vaxtlar, məsələn, Əhl-i-Beyt tərəfdarları olan möminlər, müsəlmanlar göstərir ki, əzablarda iştirak edirlər, amma o hadisənin mahiyyətini dərk edəmirlər, o hadisənin mahiyyətini tam başqa tərəfini başa düşürlər. Məsələn, soruşsun ki, məsələn, hamısı qəlbində İmam Hüseyn məhəbbəti var, amma dedi ki, İmam Hüseyn şöhrətdə soyuq öldürüldür. İmam Hüseyn Mədinədən Məkkəyə hərəkət elədi, sonra Məkkədən Kufəyə soyuq öldürüldür. Su məsələsi İmam Hüseynin Aşura ərəfəsində olan məsumiyyətidir ki, onlar susuz saxlayırlar. İmam Hüseyn suya görə şəhid olub, bu sözsüz ki, düzgün baxış deyil, bu çox səhv baxışdır. Ona görə o səthi biliklə İmam Hüseyni başa düşmək olmaz, İmam Hüseyni qiyam başa düşmək olmaz. Və səhv baxışla da sən səhv çatdırasın. Və yaxud da ki, bəzi hərəkətlərdə, bəzi danışıqlarda digərləri üçün səbəb yaranır ki, İmam Hüseyni səhv tanınsın. Ona görə İmam Hüseynin qiyamını, İmam Hüseyniyə görə qiyam edilmişdir, özü elan edirlər. Dedi, mənim qiyamım nə sərtələr üçündür, nə qüdrət üçündür. Mənim qiyamım cəddim Rasulullahın, atam Əmir-əl-Müminin yolunu, Peyğəmbərin sünnətini, şəriətini dirçəlməkdir. Peyğəmbər ümmətini islah eləməkdir, əmr-məruf eləməkdir, nəhy-əz-münkər eləməkdir. Yoxsa İmam Hüseynin missiyası, vəzifəsi islah eləməkdir ümməti. İmam Hüseyin suya görə şəhid olunur. Yoxsa nə qədər fərq var? Deyir, Peyğəmbər ümmətinin islahı üçün qiyam edir. Peyğəmbərin sünnətini dirçəlmək üçün. Yəni, Peyğəmbərin ümməti artıq səhv, xəta yollardadır, azğınlıqdadır. Ona görə İmam Hüseyin islah edir ümməti. İndi biz Fatimə Zəhra sallallahu nəyə görə şəhid oldu? Bilən deyərlər ki, Fədək bağına görə. Fədək bağı, məsəl olsun, Əhl-i-Beytin şəni deyir ki, məsələn, Əhl-i-Beyt durub maddəti görə nəsə dağılmalar şeydir, nazırlar. Əhl-i-Beyt kəramətdir, onlar bəxş edərlər. Yəni, birdən bir fəqir gəlsə, bir şey istəsə, onlar neyi var, hamısı verərlər. O, İmam Həsən Müstəbə Aleyhisselam neçə dəfə oldu, hər nevaz hamısını verir fəqirlərə. Bir var ki, məsəl olsun, deyəsən ki, dar gündə saxlayıram, yox. İmam Həsən Aleyhisselam neçə dəfə hər neyi varsa hamısını fəqirlərə verir. Hər neyi varsa hamısını verir. Ona görə Fatimə Zəhra sallallahu desəm ki, Fədək bağına görə şəhid oldu, yox. Burada başqa məsələlər. Onlar istəyir inşallah o barədə oxumaq ki, bizim Fatimə Zəhra sallallahu şəhadəti barəsində müəyyən məsələlər aydınlıq olsun. Ümumiyyətlə, Həzrət Zəhra sallallahu biz həyatına baxanda biz görürük ki, bir sıra elə məsələlər var ki, indiyənə qədər də o tamam dərk olunmuyor. Məxsusən də bu məsələlər haçan başlayır, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin vəfatından. Yəni, bütün o məsələlər hamısı Peyğəmbərin vəfatından başlanır. Və daha doğrusu Peyğəmbərin o dəfni. Bilirsiniz ki, Peyğəmbərimizin dəfnində tarixi, möhtəbər tarixi mənbələrimizdə də var ki, həm Əhli Həsəninin tarixi mənbələrində, həm bizim tarixi mənbələrimizdə bir əldə ki, 5 dənə barmaq var, 5 nəfər iştirak edib Peyğəmbərin dəfnində. Halbuki o zaman Mədinədə hər hansı bir müsəlman dünyasında yaşayırlar, hamı gedərdə təşkili cənazda iştirak edərlər. Heç kim bu savabdan qalmır. Deyir ki, filan müsəlman dünyasında yaşayır, hamı işli gücünü atarda tələsə gedərlər ki, geçsinlər meyil namazda iştirak edəsinlər, dəfnində iştirak edəsinlər ki, bir müsəlman dünyasında yaşayır. Hamılıqla iştirak edirlər, dost, tanış, qohum və s. Amma burada isə Mədinədə Peyğəmbər dünyasında yaşayır. Peyğəmbərin dəfnini cəmi 5 nəfər adamdır. Haradadır müsəlmanlar? O suallar burada yaranır.
Niyə görə müsəlmanlar bir toplum olaraq Peyğəmbərin dəfn